Bugün filtr məntiqinin qurulması ilə tanış olacağıq. Görək biz bu filtrləməni asan bir şəkildə necə quracağıq. Bu dinamik bir filtrləmə olmayacaq. Sadəcə bəsit şəkildə bu məntiqi izah eləyəcəm. Gəlin başlayaq. Deməli burada mənim bir Movies Display JSX faylım var və onun içində kinolarımı fetch eləmişəm. Burada public folderda mənim kinolarım var. Gördüyünüz kimi hər kinonun adı var, şəkli var, janrı var və reytingi var. Burada da bir konteynerim var. O konteynerin içində kinoları çəkmişəm. Hər bir kino üçün də bir kino kart yaratmışam. Burada da gördüyünüz kimi hər bir kino üçün belə bir kino kart yaranıb. İndi mən nə istəyirəm? Burada bizim janrlarımız var. Düzdür, drama, fantasy, horror. Mən istəyirəm ki, burada bizim bir drop-down menümüz olsun və o drop-downda biz dramanı seçəndə ekrana drama olanlar gəlsin, fantasy seçəndə fantasy olanlar gəlsin, horror seçəndə horror olanlar gəlsin. Bunun üçün gəlin əvvəlcə bir drop-down yaradaq. Onu elə burada H1 tagindən sonra yaradacağım. Select. Bunun class name'i olsun. Genre drop-down. Drop-down. Və bunun içində 5 dənə option olacaq. Option vurulsun 5. Deməli, birincinin value'su, yəni dəyəri olacaq all genres və burada da eyni şəkildə yazırıq all genres. Burada olacaq action. Burada da olacaq action. Burada olsun drama. Burada da olsun drama. Burada olacaq fantasy. Burada da olacaq fantasy. Və nəhayət burada olacaq horror və burada da olacaq horror. Əla. Drop-down'umuz yarandı. Baxırıq. Aha. Əla. İndi biz nə istəyirik? Burada action'a basanda janrı action olanlar gəlsin. Burada dramaya basanda janrı drama olanlar gəlsin. All genres olanda da bütün kinolar görsənsin. Gələk görək bu məntiqi bəsit bir şəkildə necə qururuq. Bizə cəmi bir dənə state yaratmaq lazımdır. O da genre state'i. Const genre set genre bərabərdir use state. Bu janranın ilkin dəyəri olacaq all genres. Bir dənə genre state yaratdıq və onun ilkin dəyəri all genres. Gəlirik select'ə və select'ə deyirik ki, sənin dəyərin, sənin value'un olsun həmin incə yaratdığımız janra. Və sənin on change'ində həmin janra dəyişsin. Sənin on change'ində, yəni biz o select'də nəyi seçiriksə, janranın dəyəri ona dəyişsin. Set genre i.target.value. Bu yazılış nə deməkdir? Yəni biz select'də deyirik ki, biz burada action seçiriksə, janranın dəyəri action olsun, drama seçiriksə, janranın dəyəri drama olsun, fantasy seçiriksə, fantasy olsun. Gedək görək kodumuz işləyirmi? Gəlin konsola verək janranı. Konsola verdik, gələk inspect'ə. Inspect və console. Görürsünüz burada all genres. İndi mən buradan seçsəm action. Burada janranın dəyəri oldu action. Drama seçirəm, oldu drama. Əla, bura kimi kodumuz işləyir. İndi gəlirəm buradan console logu yığışdırıram. İndi biz burada həmin filtr məntiqini yazmalıyıq. Burada biz nəyə əsasən filtrləyirik? Bu yaratdığımız janraya əsasən, düzdür? Bir dənə yeni dəyişən yaradıram, yeni bir constant yaradıram. Adı olsun filtered movies. Və filtered movies bərabərdir. Adından da bəlli olduğu kimi biz burada filter metodundan istifadə eləyəcəyik. Nəyi filter eləyəcəyik? Həmin bu movies ərəyini. Həmin bu movies ərəyini götürək və onu filter eləyək və deyək ki, onun içindəki hər bir kino üçün getsin movie.genre to lowercase bərabərdir genre to lowercase. Yəni ki, bu lowercase yazılışını çox adam bilir. Bilməyənlər üçün bu o deməkdir ki, böyük kiçik hərf problemlərini aradan qaldırmaq üçün hər iki tərəfi də kiçik hərfə bərabər eləyir. Burada uppercase də yaza bilərik, heç bir fərqi yoxdur. Burada biz nə deyirik? Deyirik movies ərəyini götür filter elə və bizə qaytar hansı kinoları? Movie'nin içindəki janra ilə buradakı janra bərabər olan kinoları. Yəni burada dramadırsa gedəcək movie'nin içindən drama olanları seçib filtrləyib bizə qaytaracaq. Bu qədər bəsit. Gəlin konsola verək, görək bura kimi kodumuz işləyirmi?
filtered movies'i konsola verdim. Gəlirəm burada yenə inspectə. Konsola baxıram. İlk növbədə boş array qaytarır. Gəldim burada action seçdim. Action seçəndə bizə nə qaytarır? Görürsünüz? Janrı action olanları qaytarır. Drama seçirəm. Gəlirəm bura. Görürsünüz, janrı drama olanları qaytarır. Bura kimi kodumuz işləyir. İndi biz burada nə etməliyik? Buradakı biz map eləyirdik movies arrayini. Burada. Burada movies arrayini map eləmirik. Filtered movies arrayini map eləyirik. Burada bir dənə problem olacaq. Problem də baxın, indi gördüyünüz bu boşluqdur. Məsələn, mən burada action seçirəm. Gördüyünüz kimi action olanları seçir, gətirir. Drama seçirəm, drama olanları gətirir. Fantasy seçirəm, fantasy olanları gətirir. Amma all genres gətirmir. Niyə? Çünki movies arrayinin içində all genres adlı bir janra yoxdur. Ona görə burada bizə boş array qaytarır. Bu məsələni də aradan qaldırmaq üçün burada bir dənə xırda şərt qoyuruq. Şərtimiz də olacaq ki, əgər janra all genresa bərabərdirsə, o zaman movies arrayini bütöv qaytar. Yox, əgər deyilsə, o zaman movies arrayini filter ilə qaytar, yəni bu hissəni qaytar. Onu da burada asan bir şəkildə belə yazırıq. Deyirik ki, janra bərabərdirsə all genresa. Burada bir sual işarəsi qoyuruq. Bu ki, if şərtidir də, düzdür. Əgər bərabərdirsə, bu sualdan sonra bərabərdirsə nəyi qaytarmaq istəyirsə onu yazırıq. Bərabərdirsə all genresa, o zaman movies arrayini qaytar. Yox, əgər deyilsə, o zaman bu bir hissəni qaytar. Bu yazılışı da yəqin ki, çox adam bilir. Bilməyənlər üçün bu şərt o deməkdir. Yəni, bu if şərtini elə ki, bir line-da yaza biləndə belə yazırıq. Əgər janra all genresa bərabərdirsə, sual işarəsindən sonra nəyi qaytarsın onu yazırıq, movies'i. 2 nöqtədən sonra isə bərabər deyilsə nəyi qaytarsın onu yazırıq. All genresa bərabərdirsə movies arrayini tam qaytaracaq. Yox, əgər bərabər deyilsə bu hissəni, yəni filtrlənmiş kinoları qaytaracaq. İndi gedək baxaq. Gördünüz, all genresdə bütün kinolar qayıdır. Action seçəndə action qayıdır. Drama seçəndə drama qayıdır. Horror seçəndə horror qayıdır. Bu qədər bəsit.